Salam əziz izləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə Xiaomi telefonlarda, Poco telefonlarda və yaxud onların alt markalarında ekran tezliyi, sürət necə dəyişdirilir, nizamlanır onu göstərəcəm. Yəni bu sizin telefonunuzdan da asılıdır. Əgər telefonunuz 120 Hz dəstəkləyirsə, onu girib xüsusiyyətlərdən ayarlaya bilirsiniz. Bunun üçün telefonu alanda telefonun kutusuna və yaxud içərisində gələn kullanım kılavuzuna, belə deyək, kitabçasına baxın. Orada və yaxud da telefonu yeni açanda, telefonun öz ekranın üstündə gələn stikerdə orada bildirilir ki, telefonun xüsusiyyətləri nədir. Yəni orada həm bateriyaka, həm ekran tezliyi, həm də ki, bəzi məlumatlar da yazılır. Əziz izləyicilər, ekran tezliyini dəyişdirmədən ötəri, yüksəlməkdən və yaxud da aşağı salmaqdan ötəri biz daxil oluruq ayarlara. Ayarlara daxil olduqdan sonra aşağı gəlib ekran və parlaqlıq bölməsini tapırıq. Bura bir dəfə klikləyirik. Kliklədikdən sonra əziz izləyicilərim, burada ekran parlaqlığı, avtomatik parlaqlıq, günəş işığı rejimi, ən aşağı gələndə də siz görürsünüz ki, yenilənmə tezliyi. Qabağında da herzi görürsünüz, 120 Hz. Siz yenilənmə tezliyini bir dəfə kliklədikdən sonra sizin qarşınıza gördüyünüz kimi yenilənmə tezliyi gəlir. Standart və yaxud da yüksək. Yəni burada belə deyim, eksperiment kimi bir top düşür. Top standartda yavaş, yəni biraz dropla və yaxud zəif axaxa gedir. Ancaq yüksəkdə isə gördüyünüz kimi çox axıcı gedir. Burada yenilənmə tezliyini üzərinə bir dəfə vurursunuz. Xüsusinin aşağısında yenilənmə tezliyinə. Bir dəfə vurduqdan sonra burada gördüyünüz kimi 60 Hz var. 60 Hz-ə vurduqdan sonra sizin telefonunuzun ekran tezliyi standarta düşür. Yəni yüksək performanslı olmur. Yəni həm telefonunuzun enerjisi də zəif gedir. Ancaq bəzi oyunlarda, yəni PUBG kimi oyunlarda siz 120 FPS-ə qoyanda sizin ekran başlayır drop yaşamağa, yəni lag olur. Lag nədir? Yəni ki, siz oyunçunu dəbərdəndə və yaxud hərəkət eləyəndə görürsünüz ki, ekran belə deyim, Minecraft kimi elə bil oynayırsınız. Yəni oyunda keyfiyyət olmur. 120 FPS-i dəstəkləsə də ancaq keyfiyyəti olmur. Baxın, indi mən 60 Hz-ə qoymuşam əzizləyicilər. Gördüyünüz kimi ekran axıcılığı çox zəifdir, yəni standartdır, ən aşağıdadır. Gəlirəm ayarlara, yenidən bunu 120 Hz-ə qoyuram. 120 Hz-ə qoyduqdan sonra gördüyünüz kimi ekran necə axıcı olur. Mən sizə bir daha göstərim bunu. Gördüyünüz kimi əzizləyicilər, yəni ekran axışqanlığı, yəni axıcılığı çox zəifdir. Ancaq 120 Hz-ə qoyanda isə çox yaxşı ekran axıcılığı olur. Baxın. Yəni bu qədər əzizlər. Əgər enerjinizin çox zəif getməyini istəyirsinizsə 60 Hz-ə qoyun. Yox, əgər oyun oynayacaqsınızsa, ekran tezliyi, sürəti olmasa 120 Hz-ə qoyun. Yəni oyunda sizin maksimum əldə edə biləcəyiniz keyfiyyəti, yəni ekran tezliyi sizə verir. Ekran tezliyi, əməli yaddaş və prosesor. Bu qədər əzizləyicilər, bugünkü videomuz bu qədər. Mən sizə bugünkü videoda necə ekran yenilənmə tezliyini qaldırmaq olar və yaxud indirmək olar onu göstərdim. Video sizə maraqlı gəldisə, zəhmət olmasa kanala abunə olub, bəyənib, rəy yazmağı unutmayın.